Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Esselamu aleykum mühtərəm müsəlmanlar. Bildiyimiz kimi artıq Muharram ayındayıq. Danışmaq istədiyim mövzu da bu ay ilə bağlıdır. Muharram ayı hicri təqvim ilə ilin ilk ayı, həmçinin 4 haram aylardan da biridir. Bu ayın 9-cu günü Təsua, 10-cu günü isə Aşura günüdür. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayda müsəlmanları oruç tutmağa rəğbətləndirərək belə buyurur. Əfdalus siyami ba'da Ramazan şəhrullahil muharram. Əfdalus salati ba'dəl fərida salatul leyli. Ramazan orucundan sonra ən əfsəl oruc Allahın ayı olan Muharram ayının orucudur. Və fərz namazlarından sonra ən əfsəl namaz isə gecə namazıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Muharram ayının xüsusilə Allahın ayı olduğunu qeyd edir burada. Bu da onu göstərir ki, bu ay necə də əzəmətli bir aydır. Həmçinin Allah subhanahu wa ta'ala bu aylarda, haram aylarda insanlara özlərinə zülm etməyi qadağan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdikdə Yahudilərin Aşura günü oruç tutduğunu görür. Soruşur ki, bu nədir? Onlar da bu gün çox əzəmətli bir gündür. Allah Musanı və qövmünü düşmənlərindən xilas etmiş və həmçinin düşmənlərini batırmışdır. Həmin gün Musa aleyhisselam oruç tutmuşdur deyə cavab verirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən Musaya sizdən daha yaxın və daha haqlıyam deyərək oruç tutur, ümmətinə də oruç tutmağı əmr edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Aşura günü oruç tutmağın fəziləti haqqında belə buyurur. Ümid edirəm ki, özündən əvvəlki ilin günahlarının bağışlanmasına kəffarə olar. Təbii ki, burada bir ilin günahı kiçik günahlardan söhbət gedir. Çünki böyük günahların bağışlanması üçün mütləq şərtdir ki, insan tövbə etsin. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, əgər sağ qalsam gələn il Təsua günü də, yəni tək Aşura yox, yəni 9-cu günü də 10-cu günü də oruç tutacam. Bu da nəyə görədir? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm daima ümmətini başqa qövmə, kitab əhlinə bənzəməkdən çəkindirərdi, qadağan edərdi. Bu da onlara bənzəməmək üçün idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onlar bir gün tuturdu, ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, o 9-u da tutacam. Və alimlər buyurur ki, əfsəliyyət baxımından ən əfsəl 9-u 10-udur. Bunu bacarmayan 10-u 11-i, bunu da bacarmayan ən azından çalışmalıdır ki, bu müstəhəb olan orucu Aşura gününün orucunu tutsun.